Uzun zamandır kafanda takılı qalan bir konular var. Sanki bu dəqiqənin, bu saatın özündə bir dağın yükü sənin üzərindəymiş kimi hiss edirsən. İçini gəmirir. Bir ev mövzusu görürəm. Evlə bağlı narahatçılığım var. Ev almaq, ev dəyişmək, evlə bağlı hər hansısa bir dəyişiklik eləmək dəngəsini də verir. Yol getmək istəyirsən, küskünsən, ətrafındakı insanlardan incimisən. Özün o qədər vicdanlı, o qədər mərhəmətlisən ki, günəş ona görə sənin həyatına doğur. Evlilik gəlir yenə, bax, evliliyinlə bağlı, ailənlə bağlı sevinəcəksən. Xəyalların o qədər çoxdur ki, xəyalpərəst insansan. Amma bir yılan səni zəhərləməyə çalışır. Sənə ötürdüyü negativ enerjilərlə, iki başlı duruşuyla səni sanki kör bir quyunun dibinə atırmış kimi görürəm.